Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizlərə manqal salatının hazırlanmasını təqdim edirəm. İlk öncə manqal salatının bütün tərəvəzlərini yaxşı-yaxşı axar suyun altında yuyuruq. Sonra bütün tərəvəzləri köz edirik. Göyərtilərdən cəfəri, reyhan yaxşı-yaxşı axar suyun altında yuduqdan sonra sodalı suda ıslaqda qoyuram. Gördüyünüz kimi tərəvəzləri köz etdikdən sonra qabıqlarını çıxardırıq. Və bütün tərəvəzlərin qabıqlarını çıxartdıqdan sonra xırda-xırda doğrayıb bir qabın içərisinə yığırıq. Soğan və göyərtiləri xırda-xırda doğrayıb tərəvəzlərin içərisinə qatırıq. Və duzu, istiotu zövqə görə vurulur. Qaşıq yardımı ilə yaxşı-yaxşı qarışdırdıqdan sonra servis edirik. Buyurun, manqal salatımız hazırdır. Çox ləzzətli, dadlı bir salat alındı. Bura qədər bizi izlədiysəniz, abunə olub, like atıb, yorum yazmağı unutmayın. Hələlik.